Yəni bu gün sən biz uşaq doğmusan. Bizim şəhidlərə borcumuz var. Bir yaşam koçunun ailə dağılması, boşanma inkişafdır dediyi bir cəmiyyətdə mən yoxmuşam. Balıq başdan iylənmir, balıq hərəkətsiz olanda iylənir. Bəlkə də təyinatlar düzgün olunur. Rəhbərlər də artıq özlərini qorumaq üçün hər an kimisə qurban verməyə hazır olurlar. Vətənə xəyanətin ilk açarı yaltaqlıqdır. Məcburi köçkünləri təhqir edəndə. Mənə ev verirlər, mən istəyirəm bu oğluma da versinlər. Deməli ailədə 4 nəfər var, 4-ünü ayrı-ayrı yerdə ev istəyirəm. Onu asaram, bunu kəsərəm, bunu dağıdıram. Heç bir hüququmuz yox. Biz çəngəlliklər qanunları ilə idarə olunmuruq. Biz məsəl üçün millət vəkilinə deyirik, gəl sizi dəvət edirəm. Hansı mövzuda? Cəmiyyətimizdə bir təfəkkür problemi var. Niyə bizim deputatlarımız Türkiyənin millət vəkilləri kimi danışa bilmir? Biz hələ vətəndaşlığımızı, millətimizi bir əməlli seçə bilmirik. Qorxursan, cəsarətsizsən. Təsəvvür edin millət vəkili kağıza yazıb oradan çıxıb oxur. Siz mənim hüququmu necə müdafiə edə biləcəksiniz? Bizim deputatlar yatmaqları ilə gündəm oldular. Cənab prezidentin çıxışı zamanı. Gedib orada yatacaqsansa, nəyə getmirsən? Ora yataqxanadır. Bizdə dinin təbliğatı da başqa formada gedir. O həccilərimiz elə bir həcci çempionatına giriblər. 5 dəfə mənəm, yox 6-cı mən olmalıyam, mən onu keçdim. Bilirəm, bu proqramdan sonra bizi də daşlayacaq. Məkkədə şeytan daşlayacaq.